2005-ci ildə daha kiçik və daha əlçatan H3 modeli təqdim olunur və bu model Hammeri daha geniş kütləyə çatdırır. Nəticədə isə bu avtomobil ilk dəfə yalnız elit üçün yox, orta təbəqə üçün də real seçimə çevrilir. 2006-cı ilə gəldikdə isə Hammer öz zirvəsinə çatır və həmin il təkcə ABŞ-də 70 minə yaxın avtomobil satır. Bu isə bu qədər qeyri-adi və spesifik avtomobil üçün olduqca böyük nəticə idi. Amma məhz bu nöqtədə görünməyən bir dəyişiklik baş verir. Çünki hekayə zirvəyə çatdığı anda geri dönüş nöqtəsini də keçmiş olur. Və bu o deməkdir ki, yüksəliş artıq öz içində süqutun səbəblərini daşıyırdı. Hekayələrin ən təhlükəli nöqtəsi hər şeyin mükəmməl göründüyü andır. Çünki məhz o anda heç kim yaxınlaşan dəyişimi hiss etmir. Və Hammer üçün bu an 2006-cı ildə satışların zirvəyə çatdığı və küçələrin bu iri avtomobillərlə dolduğu dövrdə baş verir. Zahirdə isə hər şey yalnız başlanğıc kimi görünürdü. Amma eyni anda sakit və hiss olunmadan bu hekayənin istiqaməti artıq dəyişməyə başlayır. Çünki dəyişən təkcə bazar deyildi, dəyişən insanların düşüncə tərzi idi. Və bu dəyişiklik əvvəlcə hiss olunmasa da çox qısa müddət ərzində bütün sistemi təsir altına alır. Bir vaxtlar böyük olmaq güc kimi qəbul olunurdu. Lakin zaman keçdikcə bu anlayış fərqli suallar doğurmağa başlayır və insanlar artıq ölçüyə, çəkisinə və yanacaq sərfiyyatına başqa cür baxır. Çünki əvvəllər fərqlilik kimi görünən xüsusiyyətlər indi artıq həddindən artıq kimi qəbul olunurdu. Hammer isə məhz bu dəyişimin mərkəzində qalır. Çünki onun bütün cazibəsi ölçüsündə, çəkisində və yüksək yanacaq sərfiyyatında idi. Və bu xüsusiyyətlər bir vaxtlar onu arzu olunan edirdisə, indi eyni xüsusiyyətlər onu problemə çevirirdi. Bu dəyişimin real təsiri çox keçmədən hiss olunur və 2008-ci ildə baş verən qlobal iqtisadi böhran bu prosesi daha da sürətləndirir. Çünki insanların seçim imkanı azalır və artıq qərarlar ehtiyac üzərindən formalaşmağa başlayır. Bu mərhələdə hekayənin ən ironik tərəfi ortaya çıxır. Çünki yanacaq qiymətlərinin artması qlobal münaqişələrlə əlaqəli idi və bu o deməkdir ki, bir vaxtlar müharibə ilə tanınan bir brend eyni səbəblərin təsiri altında zəifləməyə başlayır. İctimai rəy sürətlə dəyişir və Hammer artıq güc simvolu kimi yox, israfın və həddindən artıq istehlakın göstəricisi kimi qəbul olunmağa başlayır. Nəticədə bəzi sahiblər avtomobillərinin vandalizmə məruz qaldığını bildirir və Los Ancelesdə hətta bir neçə Hammer yandırılır. Bu isə artıq bu brend üçün açıq siqnal olur.